Salam, bugün olan əsas xəbərləri dinləyirsiniz. NATOya üzv ölkələrin liderləri bugün Polşanın paytaxtı Varşavada 2 günlük samit üçün bir araya gələcək. Görüş zamanı təşkilat çərçivəsində əməkdaşlığın inkişaf perspektivləri, Rusiya ilə münasibətlər, terrorizmə qarşı mübarizə, Gürcüstan və Moldovanın müdafiə imkanlarının gücləndirilməsinə dəstək məsələsi müzakirə ediləcək. Varşavada keçiriləcək NATO samitində 18 prezident, 21 hökumət başçısı, 41 xarici işlər naziri və 39 müdafiə nazirinin iştirak edəcəyi gözlənilir. Azərbaycan prezidenti İlham Əliyev də samitdə iştirak etmək üçün Polşaya işgüzar səfərə gedib. Qaradərli insanların müntəzəm olaraq polis əməkdaşları tərəfindən öldürülməsi bütün Amerikalıları narahat edir. Bu fikri ABŞ prezidenti Barack Obama bildirib. NATO samitində iştirak etmək üçün Polşaya gələn Ağ Ev rəhbəri verdiyi ilk açıqlamasında Minnesota və Louisiana ştatlarında baş verən insidentləri pisləyib. Çərşənbə günü Minnesotada qaradərli yeməkxana izbaçısının övladı və yoldaşı onun gözü qarşısında polis tərəfindən güllələnib. Ondan bir gün əvvəlsə Louisiana ştatında Elton Stelling adlı qaradərli polis tərəfindən qətlə yetirilib. Dallasda isə keçirilən etiraz aksiyası sonda 4 polisin öldürülməsi ilə nəticələnib. Almaniya parlamentinin aşağı palatası mühacirlərin və qaçqınların inteqrasiyasına dair qanun layihəsi qəbul edib. Reutersin verdiyi xəbərə görə bu barədə Almaniyanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Yeni qanun mühacir və qaçqınların əmək bazarına, eləcə də təhsil və inteqrasiya kurslarına çıxışını asanlaşdıracaq. Qanun layihəsində həmçinin inteqrasiyaya cəlb olunmaqdan boyun qaçıranlara, məsələn, alman dilini öyrənməkdən imtina edənlərə qarşı sanksiyalar da nəzərdə tutulub. Avropaya gələn mühacirlərin əsas cəmləşdiyi yer Almaniyadır və 2015-ci ildən bu günə qədər Almaniyaya 1 milyondan çox mühacir gəlib.